8 Mart Qoç, salam, əziz qoçlar. 8 Mart günü enerjiniz və daxili ateşiniz zirvədədir. Bu özəl gündə ulduzlar sizin liderlik və cəsarət tərəfinizi ön plana çıxarır. İş yerində və ya sosial çevrənizdə diqqət mərkəzində olacaqsınız. Şəxsi münasibətlərdə isə sevdiyiniz insandan gözlənilməz və səmimi bir sürpriz ala bilərsiniz. Özünüzə olan inamınız hər kəsi heyran edəcək. Bugün bütün qadın qoçları təbrik edirik, gücünüz və iradəniz sizin ən böyük gözəlliyinizdir. Həyatın sizə təqdim etdiyi gözəllikləri böyük bir sevinclə qarşılayın və günün dadını çıxarın. Buğa, salam, hörmətli buğalar. 8 Mart günü sizin üçün zəriflik, komfort və estetik zövq günü olacaq. Bugün özünüzü hər zamankından daha dinc və huzurlu hiss edəcəksiniz. Sevdiyiniz insanlarla birlikdə keçirəcəyiniz dəbdəbəli bir şam yeməyi və ya xoş bir hədiyyə ruhunuzu oxşayacaq. Maddi və mənəvi dəyərlərin bir arada olduğu bu özəl gündə ulduzlar sizə sevgi dolu anlar vəd edir. Bütün buğa bürcü qadınlarını təbrik edirik. Sizin səbriniz və sadiqliyiniz dünyanı daha gözəl edir. Bugün özünüzü şımaltmağa icazə verin və baharın təravətini hiss edin. Əkizlər, salam, çevik əkizlər. 8 Mart sizin üçün ünsiyyət, gülüş və xoş xəbərlər günüdür. Bu özəl gündə telefonunuz təbriklərdən susmaya bilər. Sosial aktivliyiniz o qədər yüksəkdir ki, bir neçə fərqli mühitdə iştirak edib, hər kəsi öz enerjinizlə heyran qoyacaqsınız. Eşq həyatınızda maraqlı sürprizlər və intellektual söhbətlər ön plandadır. Bütün əkizlər bürcü qadınlarını təbrik edirik. Sizin rəngarəng dünyanız və zəkanız hər kəsə ilham verir. Bugün yeni tanışlıqlar və xoş görüşlər üçün ulduzlar sizin tərəfinizdədir. Günün hər anından zövq alın. Xərçəng, salam, mehriban xərçənglər. 8 Mart günü sizin üçün emosional dərinlik və ailə sevgisi ilə dolu olacaq. Bu özəl günü yaxınlarınızla doğma evinizdə keçirmək sizə böyük xoşbəxtlik bəxş edəcək. Sevdiyiniz insandan gələn duyğusal bir hədiyyə və ya səmimi sözlər qəlbinizi isidəcək. Bütün xərçəng bürcü qadınlarını təbrik edirik. Sizin şəfqətiniz və qayğınız bu dünyanın ən böyük sərvətidir. İntuisiyanızın səsinə qulaq asın və bugün özünüzə vaxt ayırmağı unutmayın. Huzur və sevgi dolu bir bayram keçirməyinizi arzulayırıq. Bayramınız mübarək. Şir, salam, əziz şirlər. 8 Mart günü səhnə və bütün diqqətlər tamamilə sizindir. Ulduzlar sizin cazibənizi və xarizmanızı zirvəyə daşıyır. Bu özəl gündə hər zamankından daha parlaq və əzəmətli görünəcəksiniz. Gözlənilməz hədiyyələr, təmtəraqlı təbriklər və romantik sürprizlər gününüzə rəng qatacaq. Bütün şir bürcü qadınlarını təbrik edirik. Sizin liderlik ruhunuz və böyük ürəyiniz hər kəsi valeh edir. Bugün özünüzü kainatın mərkəzində hiss edin, çünki siz buna layiqsiniz. Bayramın dadını çıxarın və hər kəsə öz işığınızı saçın. Qız, salam, dəqiq qızlar. 8 Mart günü sizin üçün zəriflik və daxili nizam günü olacaq. Bu özəl gündə sevdiyiniz insanlardan gələn diqqət və qayğı sizi çox məmnun edəcək. Hər bir detalın mükəmməl olduğu planlar sizi gözləyir. Sağlamlıq və gözəllik prosedurları üçün də əla vaxtdır. Bütün qız bürcü qadınlarını təbrik edirik. Sizin fədakarlığınız və dəqiqliyiniz həyatın nizamını qoruyur. Bugün işləri və planları bir kənara qoyun, sadəcə anın dadını çıxarmağa fokuslanın. Bayramınız mübarək olsun, özünüzü sevin və əməyinizin bəhrəsini görün. Tərəzi, salam, zərif tərəzilər. 8 Mart günü sizin üçün harmoniya, sevgi və estetik gözəllik deməkdir. Veneranın təsiri ilə bu özəl gündə hər zamankından daha zərif və diplomatik olacaqsınız. Eşq həyatınızda romantik sürprizlər, gül dəstələri və incə təbriklər sizi gözləyir. Bütün tərəzi bürcü qadınlarını təbrik edirik. Sizin ədalət hissiniz və zərifliyiniz dünyaya tarazlıq gətirir. Bugün yaxınlarınızla xoş bir mühitdə vaxt keçirmək sizə mənəvi enerji verəcək.
Gözəlliyiniz və mehribanlığınızla ətrafınızı işıqlandırın. Bayramınız mübarək. Əqrəb, salam, güclü əqrəblər. 8 Mart günü sizin üçün ehtiras, dərinlik və sirli sürprizlər vəd edir. Bu özəl gündə daxili cazibəniz və sirli auranız hər kəsi maqnit kimi özünə çəkəcək. Sevdiyiniz insandan gələn dərin və mənalı bir hədiyyə sizi duyğulandıracaq. Bütün əqrəb bürcü qadınlarını təbrik edirik. Sizin sarsılmaz iradəniz və dərin hissləriniz sizi bənzərsiz edir. Bugün intuisiyanıza güvənin və daxili gücünüzü hiss edin. Bayramın romantik və gizli tərəflərini kəşf etmək sizə böyük zövq verəcək. Bayramınız mübarək. Ox atan, salam, macəraçı ox atanlar. 8 Mart günü sizin üçün sevinç, azadlıq və yeni macəralar günü olacaq. Bu özəl günü bəlkə də bir səyahətdə və ya fərqli bir məkanda keçirmək istəyəcəksiniz. Optimist ruh halınız və şən zarafatlarınız ətrafınızdakıların bayram əhvalını daha da yüksəldəcək. Bütün ox atan bürcü qadınlarını təbrik edirik. Sizin azad ruhunuz və həyata olan sevginiz hər kəsə ümid verir. Bugün gələcək planlarınızdan danışmaq və sevdiklərinizlə bir arada əylənmək üçün mükəmməl vaxtdır. Şans və sevgi həmişə sizinlə olsun. Oğlaq, salam, qətiyyətli oğlaqlar. 8 Mart günü sizin üçün hörmət, etibar və səmimiyyət ön plandadır. Bu özəl gündə əməyinizin və duruşunuzun yaxınlarınız tərəfindən yüksək qiymətləndirildiyini görəcəksiniz. Ciddi hədəflərinizdən bir anlıq uzaqlaşıb, qadınlığınızın və zərifliyinizin dadını çıxarmaq vaxtıdır. Bütün oğlaq bürcü qadınlarını təbrik edirik. Sizin məsuliyyətiniz və möhkəm iradəniz hər bir uğurun təməlidir. Bugün ailə üzvlərinizlə keçirəcəyiniz keyfiyyətli zaman sizə mənəvi güc verəcək. Bayramınız mübarək olsun, siz hər şeyin ən yaxşısına layiqsiniz. Dolça, salam, yenilikçi dolçalar. 8 Mart günü sizin üçün fərqlilik, orijinallıq və dostluq deməkdir. Bu özəl günü bəlkə də hər kəsdən fərqli, maraqlı bir tədbirdə və ya kreativ bir mühitdə keçirəcəksiniz. Dostlarınızdan və sevdiklərinizdən gələn qeyri-adi hədiyyələr sizi sevindirəcək. Bütün dolça bürcü qadınlarını təbrik edirik. Sizin azad baxış bucağınız və fərqliliyiniz dünyanı dəyişir. Bugün gələcək arzularınızı bölüşmək və sosial layihələrdə iştirak etmək sizə enerji verəcək. Öz tərzinizi və ruhunuzu hər zaman qoruyun. Bayramınız mübarək. Balıqlar, salam, həssas balıqlar. 8 Mart günü sizin üçün romantika, xəyallar və ilham günü olacaq. Bu özəl gündə ulduzlar sizin zərifliyinizi və duyğusallığınızı zirvəyə daşıyır. Sevdiyiniz insandan gələn poetik bir təbrik və ya romantik sürpriz sizi xəyallar dünyasına aparacaq. Bütün balıq bürcü qadınlarını təbrik edirik. Sizin mərhəmətiniz və incə ruhunuz dünyaya rəng qatır. Bugün yaradıcılıqla məşğul olmaq və ya su kənarında hüzur tapmaq sizə çox yaxşı təsir edəcək. Bayramınız mübarək olsun, xəyallarınızın gerçək olduğu bir gün arzulayırıq.